Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının və dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasının region ölkələri, o cümlədən Rumıniya ilə ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Görüşün sonunda əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə olunub. İşğaldan azad olunan ərazilərə qayıdan hər bir sakinin ilk kəlməsi təşəkkürlə başlayıb, şükürlə bitir. İllərdə əsrətində olduqları doğma torpaqlara qayıdışın sevincini isə sözlərə sığdırmanın yetərsiz olduğunu deyirlər. Bu dəfə bu hissləri Xankəndi sakinləri Real TV-yə bölüşüb. Növbəti mərhələdə Xankəndi 102 sakinini qarşılayacaq. Şəhərə üz tutan hər bir ailənin əsas təşəkkürü isə qazilərimizə və Ali Baş Komandanadır. Onlar həmçinin şəhidlərin ruhu qarşısında baş əydiklərini də ifadə etdilər. 18 yaşında çıxmışam orada. Əli yalın. İndiki şükür Allaha. Sağ olsun dövlətimiz. Gedirik öz vətənimizə. Şəhidlərimiz Allah rəhmət eləsin. Qarşılarında baş əyirik. Allah bugünkü günümüze şükür, şükür ya Rabbim ya Resulallah. Qəbir evində şəhidlərin ruhu şad olsun, qazilərin də Allah can sağlığı versin, salamatçılıq eləsin. Şükür, böyüyümüz də başımızın üstündə nəslik olmasın. Allah İlham Əliyevə kömək olsun, bizi bu şəraitə yarattı. Evlərə baxsan, maşın yollarına baxsan 2 mərtəbəlidir hamısı. Bu nəyinə olmaz, bu nədən əmələ gəlir? Bu hamısı beynin işləməyindən, şəhərin gözəlləşməyindən. Şükür, Xankəndə köçürük. Çox sevinçliyik. Sevincimizin həddi-hududu yoxdur. Balaca balamdan köçürəm. O da çox sevinçlidir. Hər gün deyir ki, ata, mən apar Xankəndinə. Bugün o gündür. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Ali Baş Komandanımızı qorusun. Şükür. Xankəndi sakinliyəm. Bu günlərdə Xankəndilər köçürəm. Yəni, mənim oradan çıxanda 4 yaşım vardı. Yəni, məndə hiss bir o qədər, yəni, bağçada olmuşam. Elə hisslər keçirəm mən, amma atam, anam çox hisslər keçirib. Yəni, orada gedib evi inşallah görüb daha yaxşı olar. Daha gözəl olar, öz evimizə köçürük. Allah Ali Baş Komandamıza can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə də Allah can sağlığı versin. Beləliklə, növbəti mərhələdə daha 22 ailə böyük qayıdışın bir parçasına çevrildi. Onlar indi yeni dirçələn Qarabağda həm qrup yaradacaqlar, həm də yarım qalan arzularını və həyatlarını yaşayacaqlar. Zeynəb Müzəffərli, Ağalar Ağalarov, Real. Kadrlarda gördüyünüz şəxs Elxan Qurbanlıdır. Qarabağ Universitetinin müəllimidir. Bizim universitetə ziyarətimiz